Şamaxıda 19 aprel 2025-ci il tarixində şəhid Qurbanov Rövşən Bəybalaoğlunun anım mərasimi keçirilmişdir. Şəffaflıq xəbər verir ki, Şamaxı rayon 1-ci Çaylı kəndində aprel ayının 19-da şəhid Qurbanov Rövşən Bəybalaoğlunun anım mərasimi keçirilib. Mərasimində Şamaxı rayon 1-ci Çaylı kənd sakinləri, şəhidin ailə üzvləri, yaxınları və şəhidin sinif yoldaşları iştirak edib, məzarını ziyarət edərək gül çələngi qoyublar. Mərasimdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışdır. 1-ci Qarabağ müharibəsində şəhid olmuş Qurban Rövşən Bəybalaoğlu 1973-cü il oktyabr ayının 9-da Şamaxı rayonunun 1-ci Çaylı kəndində rəssam ailəsində dünyaya göz açmışdır. Çaylı kəndində tam orta məktəbi yüksək qiymətlərlə bitirmiş və həvəskar rəssam olmuşdur. Əl işləri respublika sərgilərində nümayiş etdirilmiş, fəxri fərmanlar və qramotlar almışdır. O 1-ci dərəcəli diplomla mükafatlandırılmışdır. Gələcək arzusu atası Bəybala müəllim kimi ali təhsilli rəssam olmaq idi. Rövşən Qurbanov 1992-ci ildə ordu sıralarına getmiş, 1-ci Qarabağ savaşında bir sıra döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə aprelin 19-da Ağdərə istiqamətində gedən döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Cəmi 20 il, 6 ay, 10 gün ömür sürmüş bu qeyrətli qardaşımızın əl işləri hazırda Şamaxı şəhər Tarixi Diyarşünaslıq Muzeyində saxlanılır. Bu gün onun ruhu şaddır ki, onun intiqamını öz qardaşı oğulları Qurbanov Bəhrəm Bəhmanoğlu və Qurbanov Bəhruz Hafizoğlu tərəfindən alınmışdır. Mərasimdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan böyük qələbənin tarixi əhəmiyyətini qeyd ediblər. Çıxış edənlər şəhidlərin göstərdiyi şücaətlərdən, qısa və şərəhli döyüş yollarından, onlarla bağlı xatirələrdən danışıblar. Onlar Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərinin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, onların göstərdikləri şücaətlərə görə qiymətləndirdiyini qeyd ediblər. Çıxış edən şəhid atası Bəybala Qurbanov göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib. Möhtəşəm və dəmir yumruq qələbəmiz tarixi bir həqiqət oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vahid İsmailov, Məhərrəm Səmədov, Nərgiz Şirvanlı, Şəffaflıq TV. Allah Rövşən qardaşımız olmaqla Azərbaycan ərazi ölkələrində canlı fəda edilmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların yerin cənnət eləsin. Nə yaxşı ki, belə oğullarımız varmış. Bugün biz müstəqil, suveren bir dövlətdə yaşayırıq. Onların sayəsində.